Salam, hər vaxtınız xeyirli olsun. Safiye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə bulgur və sobada toyuq ızqaranı necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Ancaq hazırlamağa keçmədən əvvəl mən sizə bulgurumuzun necə dəndən bişdiyini göstərmək istəyirəm və ətimiz də eyni qədər çox gözəl, yəni tam içərisi bişmiş halda mən sizə göstərim. Və indi artıq yeməyimizi bişirməyə keçə bilərik. Öncədən deməli tavamızı yaxşıca isidirik və ancaq tavamız yaxşı işindikdən sonra içərisinə yağımızı əlavə edək. Mən biraz duru yağ və biraz da daha ləzzətli olmağı üçün kərə yağı əlavə etdim. Ancaq siz də öz zövqünüzə görə, öz cibinizə və zövqünüzə uyğun yağdan istifadə edə bilərsiniz. Və yağımız tam əridikdən sonra içərisinə bir orta boy soğanı xırda kublar şəklində doğramışam, əlavə edirəm. Qeyd edim ki, mən 1 stəkan yarım bulgurun yeməyini hazırlayıram və ölçüləri də ona görə verirəm. Deməli, soğanlarımız bir balaca öldükdən sonra içərisinə əvvəldən doğradığım bir iri acı bibərin yarısı və bir kapya bibərin də yarısını xırda kublar şəklində doğramışam. Onu əlavə edib ikisini birlikdə biraz qovururam. Tərəvəzlərimiz biraz qovrulduqdan sonra üzərinə duz əlavə edirik. Əgər toyuğun bulyonunda bişirəcəksinizsə, yəni duzun miqdarını ona görə tənzimləyin. Və tərəvəzlərimiz bu cür qovrulduqdan sonra, yəni mən nə soğanı, nə tərəvəzləri çox qovurmuram. Bu cür qızılı rəng aldıqdan sonra üzərinə bir ədəd orta ölçülü pomidor əlavə edirəm. Biberi, pomidoru, gözəl xanımlar, əgər buzluqda saxladığınız varsa, ondan da istifadə edə bilərsiniz. Pomidor bağlama pomidordan da yəni istifadə edə bilərsiniz. Və bunları üzərinə 1 sirt qaşığı tomat pastası da əlavə edirəm və həm pomidor, həm tomat pastası tam yağa düşənə qədər yaxşıca qovururuq ki, mən bir çox videolarımda qeyd etdiyim kimi, yəni tomat pastası yaxşı qovrulmadıqda mədədə yanma, qıcqırma halları baş verir. Ona görə də tomatımızı tam yağa düşənə qədər, yəni bu cür şəklə gələnə qədər yaxşıca qovururuq. Və artıq tərəvəzlərimiz qovrulduğuna görə indi biz üzərinə bulgurumuzu əlavə edək. Stəkan yarım bulguru əvvəldən yumuşam və suyu tamamilə süzülüb əlavə edirəm. Və hardasa 1-2 dəqiqə ərzində tərəvəzlərlə bərabər bulgurumuzu biraz qovururam. Əgər siz yeməyinizi bulyonla hazırlayacaqsınızsa, o zaman süzülmüş bulyonunuzu əlavə edirsiniz. Ancaq mən çaydandan qaynayan qaynar su əlavə edirəm. Deməli, 1 stəkana 2 stəkan hesabı ilə mən stəkan yarım bulgur üçün 3 dolu stəkan suyu əlavə edirəm. Və bulgurumuzu yaxşıca qarışdırırıq ki, qaynar suyu əlavə edərkən topaqlanma, yapışma halı olmasın. Və suyumuz sadəcə qaynadıqdan sonra, yəni mütləq gözləyirik ki, suyumuz qaynasın. Bəzən qaynamadan da qapağı ağzına örtüb qaynamağını gözləyirlər. O zaman bulgur düyü, yəni yapışma halı olur. Ona görə mütləq suyumuz bu cür qaynadıqdan sonra qazın ateşini azaldırıq, yəni ən minimum həddə gətiririk və qapağı ağzına qoyub gözləyirik ki, bulgurlarımız yavaş-yavaş yumşalsın. Mən sizə qazın alovu da göstərirəm nə qədərdir, yəni məndə olan minimum həddə gətirmişəm və indi qoyuruq bişsin. Və yeməyimiz bişənə qədər mən yeməyimizi sadəcə 2 dəfə qarışdırıram. Qapağını açarkən gözəl xanımlar buxardan əmələ gələn suyu qazana əlavə etməkdən, yəni narahat olmayın, heç bir ziyanlı təsiri yoxdur. Bəzən yorumlarda bunu yazırlar. Distillə olunmuş sudur. Rahatlıqla yeməyinizə əlavə edirsiniz ki, yeməyinizin suyu da buxarlanıb tez qurtarmasın. Deməli, bulgurumuz bişdiyi müddətdə mən toyuqlarımızı əvvəldən
marinə etmişəm. Deməli, mən toyuqları duru yağ, duz, istiot, paprika, pul biber və tomat pastası ilə marinə etmişəm və axşamdan marinə edib, indi isə bu cür gördüyünüz qaydada soba listinin üzərinə bir setka qoyuram və sobanın qabına 1 stəkan su əlavə edib 200 dərəcəli sobada ızqara rejimində, yəni sadəcə yuxarı yanır, o rejimdə bişiririk. Və gördüyünüz kimi bulgurlarımız artıq suyunu çəkib, gördüyünüz kimi artıq tavada su yoxdur. Və indi bu mərhələdə artıq qabımızın içinə, yəni suyun tökülməməyinə görə bu cür dəsmalı bağlayırıq və bir 5 dəqiqə ərzində də bu cür vamxodda bişirdikdən sonra, baxın mən sizə göstərirəm, bir 5 dəqiqədə artıq bu vəziyyətdə bişir, yağı da üzünə çıxıb. İndi qazın altını söndürürəm və 10-15 dəqiqə ərzində qarışdırmadan, toxunmadan gözləyirik ki, bulgurumuz yaxşı dəm alsın. Artıq bulgurumuz dəm alıb, toyuqlarımız da çox gözəl bişib və yeməyimizi artıq servis edə bilərik. Mən yeməyimizi servis etdiyim müddətdə, əgər siz yeməyimizi bəyəndinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.